Salam yoldaşlar. Deməli, network'un nəzəriyyə hissələrini artıq bitirmişik. Slaytda bu videonun yorumlarını atarım. Oradan götürərsiniz. Orada problem yoxdur. Bir də ki, indi artıq bu dərsdə indi praktik videolarla göstərim. Artıq bundan sonra test videosu olarsa, hər bir testi müzakirə ilə oradan bir baxıb edək. Belə də edə bilərik. Əgər etsəm də indi baxacağım, amma hal-hazırda ilk olaraq praktik edirəm. Deməli, İlk olarak mən kompüterin statik IP vermək üçün Windows R yazsam buradan, Windows R basam, GPL yazsam burada görürük ki Enter'e basıram. Mənim buradan nick adaptörlerim çıxır buradan. Bu adaptörlər indi hər birinə bir bulut üstü, bir Ethernet və s. Hal-hazırda məndə aktiv olan Wi-Fi göstərir buradan. Buradan gəlsəm, cəhvə vursam üstünə artıq basılacaq. Buradan preferensiya gəlsəm, buradan IP V4'ün üzerine vursam, artıq burada görəcəyim ki, IP yaza bilərəm mən. Hal-hazırda ümumi mən IP-mə baxmaq üçün buradan gəlsəm, Windows R yazıb simdən açsam, IP config yazdıqda mənim buradan IP-mi görə bilərəm. Görürəm ki, 192, 168, 112. Hal-hazırda DSP-dən IP alıram. Görürəm ki, yəni burada hər hansı bir IP statik olaraq yazılmıyor. Statik IP yazmaq üçün ilk olaraq istədiyim IP-ni yazıram. Misal deyirəm 192, 168, 113 IP-sini yazıram. Okay. Ondan sonra subnet maskımı yazıram. Default 251, 251, 0'da ona getiriz yoxdur. Default gateway-mi yazıram. 192, 168, 101. Buradan baxsam default gateway burada da yazılır. Buradan DNS-imi yazıram ki, internetə aksesimi əldə edə biləm. Google DNS-ini yazsam kifayətdir burada. Basıram. OK deyirəm. Buradan hazır. İndi gəlsəm artıq buradan yeni ilə IP config yazsam. Bunu yavaş axtar. Görürəm ki, artıq IP-mi dəyişildi. Ping də atsam 8.8 Google-a ping də atsam görürəm ki, gedir buradan. Heç problem yoxdur. Telimdə 114. OK. Heç bir burada problem yoxdur. Yeni ilə bu DSP-ni eləmək üçün buradan gəlirəm bura. Yine bunun üstüne vururam. IPv4. Buradan artıq bunu eləsəm mən. DNS-i də qala bilərəm levelini geçsin. Default DNS-lərdən istifadə edəcək. Close edirəm. Gəlsəm buradan Üzrün IP config yazsam yeniden. Görürəm ki, artıq 112 IP-si mənim üçün geri qayıdıb. DHCP-də default 800 gündür. 800 gündə yəni ki, buna qoşulmadıqda IP dəyişir, amma 800 qədər qoşulduqda heç problem yaramır. Həmin IP-ni DHCP üzərindən verir. Problem olmur. Ondan sonra biz indi biraz SMD üzərindən danışaq. Buradan IP-ni gördük. Ümumi flyer'ı görmək üçün IP config config/all yazıram. Burada hamısını göstərir. Ümumi adaptörün modelini göstərir. 8821CE adaptörüdür. Ondan sonra buradan MAC adresimi görürəm. Fiskal olaraq. Və s. Burada konfigurasiyaları görürəm. Bu da mənim IP-im, default keyfimdir və s. Görürəm IP-mi buradan 112 sözcüğünü almışam. Bu IP ayarına baxmaq üçün biz buradan istifadə edirik. Buradan qeydlərim var. İstəyim buradan qeydlərimi açsam elə ardıcıl olaraq etsək ki, çox da problem olmasın. Pingdən danışdım. Traceroute burada trace'dir. Buradan gəlsəm, keçən dəfə demişdim, Traceroute'da nə edirdik biz? Pingdən atanda deyir burada TTL 14 routerdan keçsin. Gəl indi 14 routerun IP-sinə baxaq. Görək bunlar hansı üzərindən keçir. Mən buradan reset yazsam ki Google'un IP-si. Ping atsam buradan. Ne oldu oraya gitti? İnternette problem var yoksa. Biraz vaxt geçecek bu.
Şimdi bu kadar gece olmalıydı. Tezden atsam Google'un üzerine Google'un DNS'ini atalım. Bunu atsam gözleyeyim diye. Ben konkret IP'sini tapdı. Onda her bir router'a bir bunun IP'si bunu bir gösterebilir. Maksimum diyor 30 hava olabilir. İlk olarak benim default getiri üzerine tapdı. Bu da benim desktop 3G1G 00'dı. Bu da neydi? Benim NetBIOS'tu. Yani kişi şəbəkədəki ilkin dosyaların olduğunu adıdır. Adı çevrilməsi deyil. Bir gözləyə görək. Buradan hər bir qrupdan keçərək routerdan bizə yollar göstərir. Bu düzü biraz vaxt çəkir. Bəzən tez olur, bəzən biraz gecə olur. Windows'da biraz gecə olur. Linux'da daha tez olur. Request timeout geldi buradan. İkinci IP'ni tapdı. 10.160.01 IP'sidir. Növbəti routeru. Request timeout geldi. Request timeout geldi. Beşinci routeru tapdı. Bu artıq birbaşa DNS göstərdi burada. IP'si de budur. IPv4 IP'si. Bu buradan komanda olsun. Biraz vaxt çəkəcək. Biraz da gözləyək. Sən burada image değerlerini göstərir. Bu milli saniye deməli. Yəni cavabım bizə oraya gedib qayıtma sürətidir. Milli saniyedir yəni. Ya ümumi trace'dən buna görə istifadə olunur. Hər bir keçiddə oturarım buradan ümumi məlumat verir ki, bilirik ki, harda problem var, nəyin üzərindən biz keçirik, problemi harda tapa bilərik ki, bunun üzərindən konfigurasiya edirik. Bunu çox şey deməyim, saxlayayım artıq. Yəni, tapdı bunun IP'sini belə. Çox da eləməyim, saxlayayım bunu. Okey. Davam edək buradan yoldaşlar. Trace'dən danışdım. Ping'i bildiririk. Ping onun üçündür ki, qurğular arasında əlaqəni yoxlayır ki, bunun üzərində əlaqə var yox. İpconfig'i də yoxladım. İpconfig da yoxladım. Şimdi İpconfig release bir rename var. Biz IP'den imtina edilir. Yenidən IP alırıq. Bu ne zaman olur? API bu IP deyilən bir şey var. DSP bəzən çaşır. Fərqli IP üzərindən bizə IP atır. Bu IP'dən imtina edirəm. Deyirəm ki, DSP üzərindən mən yenidən IP verim. Onda bunu yazıram. Burada mən yazıram ipconfig slash release yazıram. Yani gəlsəm ip config yazsam tək. Release yazdım mı? Ipconfig slash. Ha, okey. Belki düz yazmış. Daha IP'den imtihan edin. Görüyorum ki artık internetim çıxdı. Yenidən IP almaq istəyirəm. Problem aldıqda yenidən bizdən TCP üzərindən yenidən IP alırım. Ama hazırda IP config yazsam. Slash new yazsam buradan. Biraz gözleyeceğim. Okey, artık hemen IP'ni yeniden aldım. Bu oldu ki IP yat toqquşdu. Bu zaman istifadə olunur sən. Amma sizə bir dənə komanda göstəreyim. Yani çok güzel bir şeydir. Netcv2D komandasıdır. Hər an bütün driverlar oldu ki driver belə deyim bir şirkətdə bir problem yaradı. Bir user nəsə qurtarıyor buradan. Bilmirsən nədir? Və kimsə gətirib ki, burada internet girəmirəm. Bütün nick adapterlərini sıfırlayır və yenidən konfigurasiya edir. Yəni çox gözəl bir komanda. Hal-hazırda mən etmirəm. Mən edirəm internetə aksesimi çalacaq. Buradan virtual maşın üzərində gəlsəm. Fire restart edeyim. Niye böyle yazdım? Biraz göstereyim. Samban da göstereceğim. Google paylaşımını göstermemiştim. Bu videoda onu da göstereyim. Bu bir tane bu maşın açılsın. Bunun üzerine buna paylaşım ederim. Bunlar Samba. Hadi sen disk denemiş oluyor sonra kadar. Okey, açıldı bu. Burada şifrene koymuştum ki. Hı. 1, 2, 3, 4, 5 koymuştum. Bak. Yaklaşım %100. Klasası mı yüzleri yoldaşlar. Artı network within troubleshooting sizin gösterdiğim ve CMD ile nereleyebilirsem basic seviyede burada.
Konkret sizin gösterdiğim bu komandalar yani sebebi. Burada Netflix diye komandasını göstereceğim ki bütün driver'ları buradan sıfırlandığını göstereyim. Dayandıra. Ne uzun saçlı yüklenmesi, yüzün asılması. Okey, bu asılı yoldaşlar. Buradan Windows'lara bassam. CMD Ctrl Shift Enter'in administrator kimi atsam. Guest'e basıram buradan. Asılı burada. Artık burada ben yazıram IP config yazaq ki IP config. Buradan IP'me baxım. Görürüm ki 103 IP'sini almışam. Default getməyim. Biri üzərindən qurmuşam ki artıq özür turmucan IP'ni alır. Gəlsəm buradan net cpk D alsam. Tere bassam. Bütün network adaptörlerini reset edip sıfırlayacaq. Görürüm ki artıq mənim aksesimdə dayandı buradan görürsünüz. Hazır umumi Wi-Fi ciddi. Buradan yenidən mən yazsam ki misal IP config slash renew bir de yeniden başlatmak bu restarttan sonra vacip değil. Ama yeniden başladıktan sonra sıfırdan konfigürasyonu gelecek yeniden başladı. Restart edeyim bunu. Restart basılsın. Açılsın. Ondan sonra da sambar göstərir necə transfer edir. İlk olaraq belə edeyim ki bu açılmağında olsun. Mən ne diyeceğim yoldaşlar? Bunu dayandırım. Bir dənə qovluq paylaşıram. Bu VM'dən diyeceğim VM'e fayl transfer edeceğim. Lokalda tabii ki bu istifadə olunur. Şimdi şirkət daxilində bunların aksesin varsa bunu istifadə edə bilirsən. Və ya daxil bir kiçik bir şirkətdirsə qovluq fayl transferi üçün bundan istifadə edə bilərsiniz. Gəlirəm buradan yeni bir qovluq yaradıram. Misal yazıram ki test folder'ı. Okay. Bunun için bir tane paylaşım için bir tane administrator olmayan bir tane user paylaşım için təhlükəsizliyi de təmin edək. Gəlsəm buradan elə Windows yazsam, CMD'ni açsam buradan. Net user yazsam, net user yazıram. Test üzeri. Şifresini de koyayım 1 2 3 4 5. Okay. 1 net user test 3 4 5. Ha, add yazmamışım özür sayın. Buradan add yazıram. Error access denilen niye verdi? Net user adım satışım sanırım. Okay. Buradan bir tane net user sayılarım test 1 user'in yaradan şifresi de Orhan 887 olsun slash add istemiyor 5 access denilen onda ben administrator şıma asmadım ki ona BMD Control Shift Meet user net user yazıram test bir useri slash add edirəm successful aldım net user test 1 buna bir dənə şifrə qoyaq deyirəm ki Orhan 887 şifrəsini aldım success aldım artıq. İndi gələk bu qovluğu paylaşaq. Bu qovluğun üstünə vururam yoldaşlar. Sonsuz duymasım var. Buradan properties'e gəlirəm. Buradan gəldim. Buradan sharing'e gəlirəm. Buradan share edirəm. Hansı user seçirəm buradan. Deyirəm ki test bir user üzrə paylaşsam. Edilib əlavə verirəm və buradan read write access'i verirəm. Və sharing'i paylaşıram. No make yes public. Okay. Son yazdı buradan. Buradan advanced sharing'e gitsəm daha qısa edəcəm ki buradan paylaşımı. Gəlib permission'lara baxsam, everyone full access verilir, full control da verək. Ki rahat qovluğunu istifadə edə bilsin. Kapasitəm. Bunu paylaşdım yoldaşlar indi. Gəlib buradan, burada nədir mənim konkret? Mənim NetBIOS adresim yazılıb, amma IP'm də yazsam buna bizə kifayət edəcək. NetBIOS yazmağa ehtiyac yoxdur. Bu buradan paylaşıldı yoldaşlar. Deməli, gəlirəm artıq Windows maşınıma. Windows maşınımızı açsaq buradan. 1, 2, 3, 4, 5 idi səhvimizə. Asasım bu. Rekord çok uzanmayacaq böyle. 4 dakika var. Olacaq 25-30 dakika olar. Her şeyi göstereceğim. Sağ olsun.
Okey. Açıldı bu yoldaşlar. İndi gəlsəm mən burada. Windows. Əslində burada birinci baxım ki, paylaşma internet üzərindən problem var yoxdur. Görürəm internetim var. Gəlirəm buradan. Qovluq açıram. Buradan daha sık ilə rahat girmək üçün network'a gəlirəm. Buradan oka basıram. Administrator burada akses verilməyib. Ona görə belə verdi. Gəlirəm buradan. Sharing üçün internet akseslərini açıram. Buradan bir ədəd B39 Ucomputer çıxdı. Bir dənə Android TV çıxdı. Yəni ki, bu şey üzərindəndir. Gəlsəm buna qoşulmaq istəsəm. Görün. Bu için nəsə yaradaq həm də ki. Bu. Bunu hadi sileyim. Hansı qovluğu biz yaratmışdıq buradan. Bunun içine biz nədəki bir şey ataq. Həm də ki mənalı olsun. Gəlin buradan. Test qovluğunun içine. Misal bu test. Bu faylı bunun içine atıram. Ne bu aktivliği ona göre tanımıyor. Şey yazdım. Attı. Gəlirəm buradan. Close ilə bağlayıram. Buradan indi gəlsəm. Windows maşınıma. Networkingdən bir dənə tezdən skan etsəm. Görüm. Gəliriz buradan onu da belə. Buradan çıxmadısa Windows era basın buradan. İki dənə təkstil yazıram. 192, 168, 100. .12 IP'si slash test qovluğu yazıram. Biraz gözləyirik. Bu Samba'dır yani yoldaşlar. Bunu istifadə olunan Samba'dır. Bununla həm Windows'dan Windows'a paylaşma olur, həm də ki Windows'dan Linux'a. Bu niyə belə gözlətdi bizi? Görün mən öz Windows menücəmi burada yazsam. Testli 192 168. Bunu Allah yazmışam ha. Paylaşmışam ki. 100 nokta 12 IP'si slash 12 slash test yazarım buradan. Ben de burada görsəndi buradan. Paylaşımı buradan açılır yani. Problem yoktur. Okey. Kompüterimdə burada adı neydi ben de göreyim. Ha, buradan çıxdı. Buradan geç çıxdı bu. Üzerim test 1 idi yoksa test idi. Test 1 üzeriydi səfərimizdə. Okey. Passwordum da buradan 1 2 3 4 5 idi. Wireless üzerinden olduğu için hem de şeyden istifadə olunur. Biraz gecə olur. Bu bir dənə qəbul olsun. Evet, test. Hem de sırf test üzeriydi. 1 2 3 4. Yani Orhan 887 şifre. Orhan 887 7. Enter'e basıram. Neydi bu user'ın adı da? Gəlsəm buradan user paylaştığım user yazımdan çıxdı. Deməli buradan gəlsəm properties'e sharing buradan share'e gəlsəm test bir üzerine paylaşmışam. Okey. Şifre de Orhan 887'de. Gəlirəm buradan təzədən bura. Cancel basıram görüm burada nə yazmışam ki 192 168 100 test qovluğudur. Okey. Basıram indi. Təzədən oradan username-lə məndən şifrə soruşacaq. Şifrə doğrudur, yenə səhv verir, maraqlıdır. Yenə nə problem var? Əslində çox basic bir şeydir. Sadəcə burada niyə belə problemlədir, mən də maraqlıdır. Yəni gözləyirik burada görək bu paylaşım çıxacaq yoxsa necə? Buradan da çıxmalıdır, sizə deyim. Buradan qoşulanda istəyə yatıram, niyə götürmür buradan? Bilmirəm. Bu değildi onda. Bu değil, hiç ben burada istəyirəm.
Neyse gələk buradan yenidən Windows'lara basaq. %92 indi çıxdı. Sonrasında 112 IP'sidir. Buradan 120 yazıram. Test 1. Şifremi yazıram buradan. Orhan 887. Okey, açıldı artıq. Yəni mən buradan paylaşdığım qovluq gəlib bunun üzərində düşüb həmin VM üzrə. Eynilə biz lokalda bir üzərinə qoşulmuşsa, yəni diskdən IP almışsa, sabitlik cəhətdən bir-birimizi görürsə, bulanlar aksesimiz varsa, biz qovluq paylaşımında heç problem olmayacaq. Məsələn, gəlsəm buradan dokumentə, buradan sən bu pickup faylını kopyalasan, gətirsəm belə çıxsan, bura atsam bunu, düşdüm bura. Gəlsəm buradan virtual maşınıma görürəm ki bu fayl var. Bunu sürüşdürüb ata bilərəm bura. Nə deyir? Ok, birbaşa aksesiyyə atdı. Sadəcə şey üçün demişdik. Bu faylı sürüşdürə atsa bura necə? Biraz vaxt keçəcək. Bu internetin sürətini dəyişəcək. Amma axırda bunu atacaq. Ethernet-dən bağlayıbsa kompüterə bir-birinə Ethernet-dən bağlasa bu daha sürətli olacaq. İndi hal-hazırda Ethernet-dən bağlayır. Wireless üzərindən oradan ora trafik keçdiyi üçün biraz yavaş sürət verir. Amma belə. Amma belə. 2 dənə trafik arasında bir istifadə edir. Ümumi şəbəkədən SSH-dan danışmışdım keçən dəfə. Qısa bir dənə təzən toxusam, SSH Windows'da default bağlı gəlir. Yəni ki, siz hər hansı bir Windows'da default olaraq SSH-dan qoşulmaq siz yoxdur. Bunu ayarlardan açmaq lazım. Uzun söhbətdir. Yəni atmağa da ehtiyac yoxdur ki, RPK-dən istifadə edirdik yəni ki. RDP-dən istifadə edib qoşuluruq da. Yəni o cəhətdən problem yoxdur da. Gəl RDP-dən də istifadə edib qoşulmağa baxaq. Buradan gəlsəm RDP-ni açsam, RDP. Buradan da gəlsəm RDP-ni açsam, RDP bir şey çıxmadı burada. Silək. Buradan axtaraq. RDP. Okay. RDP-dən qoşulmağı açmaq lazımdır ilk olaraq. Okay. RDP-dən deməli qoşulmağı açmaq lazımdır buradan. Ayarlardan yazsam RDP yazsam connection sonra administrator olaraq açar. Okay. Lista basıram. Buradan gəlsəm RDP-ni çalışırsam, buradan ümumi username üzərindən qoşulmaq istəyirəm. Sadəcə IP-də yaza bilərəm mən. Kompüter və username yazmalıyam buradan. Buradan məndə açıqdır mı? Gəlsəm buradan misal 192, 168, 100 nöqtə neçə idi. Onun IP-si. Bu hansındadır? Hə, okey. Gəlin buradan CMD-ni açım. Sadəcə mən remote desktop connection ilə lokalda qoşulmaq üçün daha sürətlidir. Bundan istifadə olunur. Buradan baxsam CMD bir dənə açım, bir dənə. Görüm bizim IP-miz nədir? Görək açılacaq. Okey, IP config yazıram yoldaşlar. 103 IP-sidir. Bunu bağlayaq. Gəlirəm buradan. Yazıram kompüterin IP-sini. Domain isə domain yaza bilirsiniz. 192, 168, 100.3. User'da Orxandır. Tamam. Connection'a bassam. Ümumi remote computation process. Bir proses yoxdur. Çünki bunu açmaq lazımdır. Buradan. Bu VM'in özündən. Buradan da necə açırdıq biz RDP-nin açılması ayarlardan. Gəlsəm buradan show options'dan advanced'a gəlsəm buradan necə setting RDP-nin açılması necə idi? RDP-nin açılması necə idi? Çoxdandır istədiyim RDP ilə qoşulmamışam, yəni
Bu açma yadımdan çıxıb hardan açırdı o biz RDP-nin paylaşımı. Gəlsən buradan eləyək kimi yazsın. RDP koşulmak açmak Windows. Uzaktan gördüğü ekranlar yazıp buradan remote testi uzaktan kesip orada enable. Gəlib buradan Windows'a basaq. Deməli buradan remote desktop. Sen aktar şimdi element remote desktop basam remote desktop settings açılıb. Buradan sönüldü. Bunu aktifləşdirək. Confirm istəyəcək. Sonra açıldı. İndi gəlsən buranı bağlasam. Buradan mənim IP-im hansı idi? RDP qoşulmaq. Okey. Yüzə qoşulmaq istəyirəm. Orxan user idi orada. Orxan idi, user idi. User idi orada desən. Desən səhv eləmirəmsə user idi orada. Gəlsən burada userin adına baxın. Veya yine simden atsam. Bu ne kadar yavaş değil. Net user yazsam buradan. Yani user adı user'dı. Gelsem buradan kapatsam. Böyle user yok da koşulamıyor. Gelsem buradan user yazsam. Okey. Burada mənə şifre istedi. Şifrem de 1, 2, 3, 4, 5 diye. Heç diye buradan koşulma yazsaq. Artık EDP ile koşuldum kompütere. Bu formada. Biraz gözleyək. Biraz vaxt şey buradan. Okey. Reklam açır. Ekran açıldı. Bundan qoşulub belə idarə edirəm. Bu tam ekran bir belə niyə şey eləyir? Normalda birbaşa tez açır. Yəni o da VM üzərindən olduğu üçün biraz yavaş connection qoşulma eləyir. Yəqin ki. Fikir verin. Həm də VM-in özü yavaş deyir. RDP də açılmasa görürsünüz burada. Aləm dəydir bir-birinə. Burada qara ekran mesela. Amma belə qoşulursan da yəni yoldaşlar RDP ilə. Ne ihtiyaç yoktu. Buna saklayalım paylaşım. Okey. Buradan 1, 2, 3, 4, 5. Tezden mi RDP'ne koşulum öyle. RDP. Okey. Connection. Şifre istedi bizden. 1, 2, 3, 4, 5 yazıram. Bunu soruşmasın. Connection ilesin. Koşuldum artık maşına. Biraz gözleyip. Bu gec koşulmamın bir sebebi nedir? Yine deyirəm bu virtual maşın biraz donulur. Ona göre belə gec qoşulur. Normalde həddən artıq sürətli qoşulur və idarəçi də rahat. Buna baxırız. Gözəl hindi oturur burada. Ama CMD-ni açıram. Artıq bu öz kompüterim deyil ha. Digər kompüterdir. Yəni gəlsəm buradan CMD-ni açsam misal. Görüş nə qədər yavaş deyir. Qiyasdır. Buradan IP config yazanda görürəm ki 103-dür. Yəni mən qoşulduğum nədir? Bu VM-dir. RDP-ni açıram buradan qoşulma. Qoşulma da sadə idi. Bu da RDP ilə qoşulma idi. Hər hansı bir troubleshooting zamanı lokalda RDP-dən istifadə edə bilərsiniz. Index də var. Uzaqdan kimdəsə hər hansı problemi həll edəndə. Başqa da bunu dayandırım buradan. Okay. Google paylaşımı göstərdiyim, ümumi network komandaları göstərdiyim, Nevam troubleshooting'ini necə edirsiniz? Əsas bu Netwiki 3D komandası var. O çox gözəl komanda. Bütün nick kartların yadlarına sıfırlayır. Nəsə dərində problem olanda ondan istifadə etməyə sizə məsləhət görürəm. Ümumi bu da praktik edir yoldaşlar. Basic səviyyədə Windows'da necə troubleshooting edir, network səviyyəsində nəyə necə konfiqurasiya göstərdiyim. Belə artıq web test dərsinin axırıncı dərsi olar. Əgər bundan sonra test videosu olsa ataram. Olmasa da artıq network'un axırıncı dərsi. Oldu yoldaşlar, bura qədər kim izlədisə haqqını eləsin. Növbəti videolarda, playlistlərdə görüşənə qədər Allah'a emanet.